Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve sellem ve baraka ala seyyidina Muhammed ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri ve ahlul uqdeten min lisani yefkahu kavli emma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Silsilə dərslərimiz davam edir və biz bugün məşhur bir şübhə haqqında danışacağıq inşallah. O şübhə də nədir? Son zamanlar istər sıravi müsəlmanlardan, hətta özünü elmə nisbət edən insanlar tərəfindən də səsləndirilir həmin şübhə. O şübhə də nədir? Peyğəmbər sallallahu aleyhi və səlləm Allah Taala'nın xəbəri sifətlərinin mənasını bilirdi, bilmirdi. Əgər bilirdisə, nə üçün bizə bildirməyib? Bilmirdisə, demək, siz Allah Rasulü sallallahu aleyhi və səlləmi cahillikdə ittiham edirsiniz. Mən bu suala cavab verməmişdən öncə qısa bir müqəddimə eləmək istəyirəm. Düşünürəm ki, müsəlmanlar üçün və dinləyənlər üçün faydalı olar. Ümumiyyətlə, biz bilməliyik ki, Allah-u Teala yer üzərində qulları içərisindən seçdiyi ən üstün qullar Peyğəmbərlərdir. Və onların da ən şərəflisi Muhammed Mustafa sallallahu aleyhi və səlləmdir. Allah Teala Allah Rasulü sallallahu aleyhi və səlləmi seçmiş, ona Quranı, öz şəriətini vəhy etmişdir. Allah Teala buyurur, وَكَذَلِكَ أَوْحَيْنَا إِلَيْكَ رُوحًا مِنْ أَمْرِنَا مَا كُنْتَ تَدْرِي مَا الْكِتَابُ وَلَا الْإِيمَانُ. Beləcə biz sənə öz əmrimizdən bir ruh vəhy etdik. Nəyə görə Allah Teala ruh deyil ümumiyyətlə? Yəni ruh deyildə də burada Quran nəzərdə tutulur. Çünki ruh deyilir, çünki Quran qəlblərin həyatıdır, həqiqi ruhudur. O səbəbdən Allah Teala həm Qurana ruh deyir, həm də onu gətirən Cəbrailə bir neçə yerdə ruh deyir Allah Teala. Və sən kitab nədir, iman nədir bilməzdin. Bütün peyğəmbərlər də belə olmuşdur. Yəni bütün peyğəmbərlər Allahın risalətini öncədən bilməmişlər. Allah Teala onlara öz risalətini vəhy etmiş, onlara şəriətini öyrətmiş, onlar da bu şəriəti kamil şəkildə çatdırıblar insanlara. Və bir şeyi bilmək lazımdır ki, Allah Teala öz mülkündə istədiyini edəndir. Fəalun limə yurid. Və Allah Teala etdiklərindən sorğu-sual olunmaz. Və peyğəmbərlər də Allahın onlara öyrətdiyi qədər bu risaləti bilmişlər və onu çatdırmışlar. Allahın istədiyini çatdırmışlar, Allahın istəmədiyi şeyləri isə bəndələrə çatdırmamışlar. Bu birinci məsələ. İkinci məsələ müsəlmanların önəmli, diqqət edəcəyi məsələ nədir? Biz bilməliyik ki, İslam şəriətində məsələlər iki yerə bölünür. Hansı yöndən? Var o məsələlər ki, ümumiyyətlə bizə qapalı qala bilməz. Yəni onun qapalı qalmağı təsəvvür edilə bilməz. Misal verək. Bu hansı məsələlərdir? Bu məsələlər o məsələlərdir ki, bizim feillərimizlə bağlı olan məsələlərdir. Yəni mükəlləfiyyətimizlə bağlı olan məsələləri misal verə bilərik. Təsəvvür edin, Allah Teala bizə kitabında namaz əmr edib, orucu əmr edib, zəkatı əmr edib, sonra şəriət bunu bəyan etməyib. Zəkatı necə verməliyik, orucu necə tutmalıyıq, namazı necə qılmalıyıq. Belə ki, bir şey təsəvvür edilə bilərmi? Təbii ki, belə bir şey təsəvvür edilə bilməz. Çünki bu şeylər şəriət tərəfindən, bizi tərəfindən sorumlu tutulmuşuq bu şeylərdən. Sorumlu tutulmuşuqsa, deməli, mütləqdir ki, şəriət bunu bizə bəyan etsin və Allah Rasulü sallallahu aleyhi və səlləm də ən gözəl şəkildə bunu bizə bəyan etmişdir. Bəzi məsələlər də vardır ki, şəriətdə, o şeyləri şəriət bizdən gizli saxlamışdır. Misal olaraq, bura həm etiqadı, həm fikri məsələləri daxil edə bilərik. Məsələn, din gününün, yəni qiyamət gününün vaxtı bizdən gizlədilib. Qədr gecəsinin vaxtı bizdən gizlədilib. Donuz ətinin haramlığının səbəbi bizdən gizlədilib. Ruhlar, əcəllər barədə olan elm bizdən gizlədilib. İnsan öldükdə nə üçün qüsl alınır? Bu bizdən gizlədilib. Allahın xəbəri sifətlərinin mənası bizdən gizlədilib. Həmçinin insanın namazdan öncə nə üçün dəstəmaz alır? Bu bizdən gizlədilib. Həmçinin insan namazda əllərini nə üçün belə qaldırır bu şəkildə? Bu şeylər hamısı bizdən gizli saxlanılmış. Yəni, bu şeylərin səbəbini biz bilmirik. Ya biz bilməliyik ki, bu şeylərə şəriətin bizdən istədiyi nədir? Bu şeylərdə biz bunlara iman gətirək. Yəni bizim bu məsələlərdə olan mükəlləfiyyətimiz, yəni mükəlləfiyyətimiz nədir burada? Odur ki, biz bu şeylərə iman gətirək. Yəni bugünkü abu-hava necədir? Sanki insanlar şəriəti sorğulamış kimi danışırlar. Misallar, biz deyə bilmərik ki, şəriət bir şeyin səbəbi bizə niyə açıqlamayıb? Biz onu deyə bilmərik. Çünki bunu Allah belə istəmişdi və bu beləcə baş vermişdi. Yəni biz buna belə təslim oluruq. Yəni biz şəriətə tamı-tamına təslim olmalıyıq. Şəriət bizə nə açıqlayıbsa onu qəbul edirik, iman gətiririk. Nəyi açıqlamayıbsa ona təslim oluruq. Yəni təfsilatlı gələn şeylərə təfsilatlı şəkildə, təfsilatlı gəlməyən şeyləri isə mücməl şəkildə iman gətirir. Yəni təfsilatlı dediyim nədir? Yəni bizim feillərimizlə bağlı olan məsələləri qəsd edirəm əslində. Və bu ikinci məsələdir. Üçüncü məsələ nədir? Yəni bu sual verən insanlar əsasən nəyi iddia edirlər? Onlar deyirlər ki, gətirilən şübhədə qeyd etdim.
Onlar deyirlər ki, əgər Allah Rasulü sallallahu aleyhi və səlləm bunu bilibsə nə üçün bizə deməyib? Ümumiyyətlə, bu yanaşmada kökündən yanlışdır. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm bir hədisdə buyurur ki, mən bildiyimi siz bilsəydiniz, az gülüb, çox ağlayardınız. Bir ləfsdə gəlir ki, mən gördüyümü siz görsədiniz. Düzdürmü? Bu hədisi bilirik hamımız. Bunu deyə bilərlər ki, bəli, bu axirət əhvalları ilə daha çox bağlı olan hədisdir. Düzdürmü? Belə bir iddia gətirə bilərlər. Biz də qarşılığında deyirik ki, zaten biz də bunu deyirik. Axirət əhvalları ilə bağlı məsələləri insanı düşündürən və insanı əməllərə sövq edən məsələlərdir əslində. Və onda əgər qapalılıq gəlirsə, yəni nəyə qeyd etmək istəyirəm? Axirət əhvallarını insan düşündükdə, insanın imanı artır, insan əməllərə sövq edilir. Amma təsəvvür edin, biz Allahın xəbəri sifətlərini düşünməklə, yəni hansı feil ortalığa gələ bilər ki? Yəni bizim çatdırmaq istədiyimiz odur ki, insan Allah Taala'nın əl sifətini, üz sifətini, qədəm sifətini, həmçinin gülməyini düşünməklə insanlardan hansısa feil ortalığa gəlmir. Yəni bunlar bizim birbaşa mükəlləfiyyət feillərimizlə bağlı deyil əslində. Əksinə insan axirət əhvallarını düşündükdə insan əməllərə sövq olunur. Amma insanın, yəni şəriətin bizdən belə bir tələbi yoxdur ki, biz oturaq Allah Taala'nın əlini, üzünün, qədəmini və yaxud onun digər xəbəri sifətlərini düşünür. Yəni düşünmək şəriət bizdən bunu tələb etməyib. Şəriət bizdən nə tələb edib? Bu sifətlərə gəldiyi kimi iman gətirməyi tələb edib şəriət. Növbəti şübhə nədir? Növbəti şübhə də odur ki, əgər Allah Rasulü sallallahu aleyhi və səlləm bu sifətlərin mənasını bilmirsə, o zaman cahildir. Ümumiyyətlə, mən sıravi müsəlmanlara bir şeyi tövsiyə edirəm. Onlar ümumiyyətlə elmdən qıt olan insanların bu şəkildə yaydığı şübhələri Allah Rasulü sallallahu aleyhi və səlləmə səsləndirməsinlər. Doğru bir şey deyil əslində. Ədəb baxımından da doğru deyil əslində. Və biz nə demək istəyirik? Biz bilirik ki, ümumiyyətlə bizim imamlar, yəni Həmbəli imamları, bu məsələdə ümumiyyətlə Allah Rasulü sallallahu aleyhi və səlləmin bunu bilib-bilməməsi barəsində söhbət etməyiblər. Biz keçən dərslərimizdə yadımızdadırsa, oxuduq ki, İmam Şafi rahimehullah nə buyurur? Bildirir ki, mən Allahdan gələnə Allahın muradına uyğun, Peyğəmbər sallallahu aleyhi və səlləmdən gələnə Peyğəmbər sallallahu aleyhi və səlləmin muradına uyğun iman gətirdim. Yəni bizim alimlərimiz bunun öhdəçiliyini Allaha və Rasuluna həvalə ediblər. Çünki şəriət sahibi onu Peyğəmbər bu barədə susmuş, sahabələr susmuş və bizim imamlar bu barədə susmuşdular. Gəldiyi kimi buna təslim olublar. Hətta götürsək belə ki, misal olaraq Allah Taala bəyan edir ki, mülkündə istədiyini edəndir. Etdiyi şeylərdən sorğu-sual olunmaz. Məhər Allah Taala qullarından, peyğəmbərlərindən hansısa sifətlərini bəyan edib, onları gizlədərsə, mənalarını gizlədərsə və yaxud Allah Taala hansısa isimlərini biz bilirik ki, Allah Taala Peyğəmbər sallallahu aleyhi və səlləmin duasında gəldiyi kimi bəzi isimlərini qeyb aləmində gizlətmişdir, düzdürmü qullarından? Hətta Peyğəmbər sallallahu aleyhi və sələm deyir ki, səndən nə ilə istəyirəm? Öz yanında qeyb elmində saxladığın adınla istəyirəm səndən. Məgər Allah Taala'nın bizə hansısa sifətlərini bəyan edib onların mənasını gizli saxlamağı və yaxud Allah-u Teala'nın öz isimlərindən bəzilərini peyğəmbərlərini öyrətməməyi, onların Allah barəsində cahil mi olduğunu ifadə edir. Yəni misal olaraq bu gün onların iddiasına görə bir Peyğəmbər sallallahu aleyhi ve sellem gətirdiyi kitabdakı müəyyən şeyləri bilmirsə, o cahildir. Əgər biz bu üsulla yaxınlaşsaq, sabah ilhad əhli, deistlər, ateistlər nə deyəcəklər? Deyəcəklər, qardaşım, bizə bir sual verərlər. Bu kitabı kim gətirib? Biz təbii ki, cavabımız olacaq ki, bu kitabı Muhammed Mustafa sallallahu aleyhi və səlləm gətirib. O zaman o bizə sual verəcək, əgər bu üsulla yaxınlaşsa. Nə üçün öz gətirdiyi kitabdakı günün vaxtını, insanları qorxutduğu günün vaxtını bilmir? Nə üçün misal olaraq Qədr gecəsinin vaxtını bilmir? Necə bir peyğəmbərdir ki, gətirdiyi kitabdakı müəyyən şeyləri bilmir? Belə bir sual verilə bilər, düzdürmü bizə? Ona görə biz deyirik ki, biz Allahdan gələn şeyləri Allahın istədiyi kimi iman gətirdik. Yəni şəriət bizdən necə iman gətirməyini istəyibsə, biz o şəkildə iman gətiririk. Yəni bu məsələn fikri məsələdir, bunda qapalılıq ola bilər. Bu etiqadi məsələdir, bunda qapalılıq ola bilməz. Biz belə yaxınlaşmırıq. Şəriət nəyi bəyan edibsə, ona iman gətiririk. Nəyi bəyan etməyibsə, o məsələdə susur və tam təslimçilik göstərir. Və həmçinin başqa bir şübhəni də məsələn onlar gətirirlər. Buna başqa türdə cavab verə bilərik. Yəni biz
Sadəcə daha çox bu cavab mənim öz, yəni bir kitabdan oxumamışam bunu. Əgər verəcəyim cavab qüsurludursa, Allah Taala'dan istiğfar diləyirəm. Məsələn, biz baxırıq ki, Allah Taala bayaq dedi ki, müəyyən şeyləri qullarından gizlədib. Məsələn, bu əsasən məxluqlara olan aid məsələdir. Məsələn, ruh məsələsi, əcəllər məsələsi, məsələn, donuz ətinin haramlığı, həmçinin qiyamət günü. Bütün bunlar məxluqlarla bağlı məsələdir. Düzdürmü? Düzdür. Deməli, ən böyük qeyb nədir? Ən böyük qeyb uca Allah və onun sifətləridir. Ən böyük qeyb Allah və onun sifətləridir. Və biz bilirik ki, Allah Taala'nın özünün və sifətlərinin əvvəli və sonu yoxdur. Və indi əql cəhətdən düşünsək, məntiq cəhətdən düşünsək, əgər məxluqlarla bağlı olan məsələdə qapalılıq gəlirsə, bəzən xəbərlər bizdən müəyyən şeylər gizlin saxlanılırsa və bu qəbahət sayılmırsa, nə üçün uca Rəbbimizin sifətləri barəsində, ən böyük qeyb barəsində gələn xəbərlərdə qapalılığın gəlməyi işgəl yaradır? Nə üçün bu işgəl yaranır? Əslində bu işgəl bizim alimlər qatında bir problem deyil. Və ona görə biz bu məsələləri öyrəndikdə, yəni sıravi şəkildə, misal olaraq, sıravi müsəlmanlardan bu məsələləri öyrənməməliyik. Bu məsələdə yanaşmamızı nə üzrə qurmalıyıq? Elm adamlarının, alimlərin yanaşması üzrə qurmalıyıq. Çünki onlar da Peyğəmbər sallallahu əleyhi və səlləmin varisləri. Yoxsa hər gün baxırsan, xüsusilə bizim vaqiədə, hər kəs çıxıb bir söz deyir. Məsələn, deyir ki, əgər bilmirsə, üzr istəyirəm, deyirlər, cahildir və müxtəlif şübhələr gətirir. Biz baxmalıyıq ki, elm adamları, alimlər bu məsələyə necə yanaşıblar. Bir də bir şey deyim, mesela onlar tez-tez səsləndirirlər də bizim müxaliflərimiz, bizə deyirlər ki, yox, bunların mənasını bilirlər, bunu təfsir ediblər. Buyursunlar orada, onlar oxusunlar, necə biz oxumuruq, elm adamlarımızdan, alimlərimizdən, bağlı olduğumuz kitablardan. Onlar da oxusunlar ki, alimlər bunu təfsir ediblər, bu cür açıqlayıblar və ya da özləri açıqlasınlar. Biz bilmirik, qardaş, biz Allahın əl sifətinə iman gətiririk, amma mənasını Allaha həvalə edirik. Qədəm sifətinə iman gətiririk, mənasını Allaha həvalə edirik. Digər, məsələn, xəbəri sifətləri iman gətirir və onların da mənasını Allaha həvalə edirik. Əgər onlar bilirlərsə, buyursunlar, həm oxusunlar alimlərdən, həm də özləri açıqlasınlar, əgər bilirlərsə. Təbii ki, bizim gördüyümüz nədir? Hamı bildirir ki, biz bilirik mənaları, lüğətlə bilinir, soruşduqda heç deyə bilmir. Deyir, mən bunu Allaha həvalə edirəm. Yəni, quru boş iddiadan başqa bir şey deyil. Yəni, yaxşı, bizdən soruşulsa, yəni biz qardaşlardan həmçinin soruşulsa ki, sizin bu barədə alimlərdən dəliliniz var. Təbii ki, yəni biz elm üzrə danışırıq bu şeyləri. Yəni, öz həvamızdan danışmırıq. Və biz bunu indi oxuyacağıq, həm üsul alimlərindən, həm də etiqad barəsində danışan alimlərimizdən oxuyacaq və ispat edəcəyik ki, bu məsələlər alimlər qatında, yəni işgəl yaradan məsələlərdən deyil. Yəni, bu məsələnin qapalı qalması alimlər qatında heç bir problem yaratmır. Yəni, bu məqbul olan bir şeydir alimlər qatında. Bizim məzhəbin rükunu Qad Əbu Yələ rahiməhullah İbtalü Təvillət kitabında buyurur. Qal, fəin qilə keyfə yəssəhul imanu bimə la nuhitu ilmən bihəqiqatihi ونصفه بشيء لا درك له في عقولنا قيل قد أمرنا أن نؤمن بملائكته وكتبه ورسله وباليوم الآخر وبالجنة ونعيمها وبالنار وعليم عذابها ومعلوم أن لا نحيط علما بكل شيء منها على التفصيل وإنما كلفنا الإيمان بها جملة ألا ترى أن لا نعرف أسماء عدة من الأنبياء وكثير من الملائكة ولا نحيط بصفاتهم ثم لم يقدح ذلك فيما أمرنا أن نؤمن به فقال النبي صلى الله عليه وسلم في صفة الجنة يقول الله تعالى أعددت لعبادي الصالحين ما لا عين رأت ولا أذن سمعت ولا خطر على قلب بشر. Sonra buyurur فإن قيل أجر deyilsə ki فإذا لم نعلم تأويله لم يفد الخطاب فائدة كما إذا خاطب العربي بالزنجي قيل فيه فائدة وهو اختبار العباد ليؤمن به المؤمن فيسعد ويكفر به الكافر فيشقى لأن السبيل المؤمن إذا قرأ من هذا شيئا أن يصدق ربه ولا يعترض به بسؤال وإنكار ويعظم ثوابه. Əgər deyilsə ki, bir şeyin həqiqəti barədə bilgimiz olmadığı halda və ağlımızın dərk etmədiyi bir şeylə onu vəsf etdiyimiz halda ona iman necə səhih olur? Yəni, bu sual verilir. Eynilə bizim dediyimiz məsələ. Cavab olaraq deyilir.
Artıq biz mələklərə, kitablara, elçilərə, axirət gününə, ha belə cənnətə və onun nemətlərinə, cəhənnəmə və onun acılı əzabına iman etmək əmr olunub. Bəlli məsələdir ki, bu şeylərdən hər birini təfsilatı ilə əhatəli şəkildə bilmirik. Yəni, bu şeylərin əksəriyyətini biz təfsilatı ilə bilmirik. Biz buna yığcam şəkildə iman etməklə mükəlləfik. Məgər görmürsən ki, biz bir sıra peyğəmbərlərin, ha belə bir çox mələklərin adlarını bilmirik. Həqiqətən, məsəl üçün, biz baxsaq, məsələn, bizə burada hansı məsələlərin yazıldığını, hansı ilahi xəbərlərin verildiyini biz bilmirik, düzdürmü? Amma buna iman gətiririk. Yəni, Qadabiyyə da həmin məsələni bildirir. Məgər görmürsən ki, biz bir sıra peyğəmbərlərin, ha belə bir çox mələklərin adlarını bilmirik və onların sifətləri barədə elmə sahib deyilik. Ancaq bu hal bizim onlara iman etməyimizə mane olmur. Artıq Allah Resulü sallallahu aleyhi və səlləm cənnətin vəsfi barədə belə demişdir. Uca Allah buyurdu. Əməli salih qullarım üçün gözün görmədiyi, qulağın eşitmədiyi və bəşər övladının təsəvvür etmədiyi nemətlər hazırladım. Əgər deyilsə ki, onun açıqlamasını bilməyəcəyimiz zaman xitabın heç bir faydası olmayacaq. Yəni, açıqlamasını bilmiriksə, onun heç bir faydası yoxdur. O da bildirir. Bu eyni ilə bir ərəbin, yəni bir irad bildirən adam nə deyir ki, bu eyni ilə nədir? Bir ərəbin zəncilərin dilində xitab etməsinə bənzəyir. Belə bir irad bildirən insana alim deyir ki, belə deyiləcək. Əslində bunda bir fayda vardır. O da qulları sınamaqdır ki, bir qismi ona iman gətirib saadətə qovuşsun, digərləri isə ona küfr edib bədbəxtlərdən olsun. Yəni, Qadabiyyə bildirir ki, bu iman yolunu ki, Allah Teala bu şeyləri sınaq edir insanlara. Necə Ali İmran surəsində gəldiyi kimi. Çünki bu xəbərlərdən hər hansı bir şeyi oxuduqda Rəbbini doğrulaması və ona sual yaxud irad ilə etiraz etməməsi müminin yoludur. Yəni, müminin tam təslimçiliyi budur. İstər etiqadı məsələ olsun, istər fikri məsələ. Gəlibsə, əgər bir şey danışılmayıbsa şəriətdə bu halda, bizdən iman istəyirsə, biz ona iman gətiririk. Tam təslimçilik yəni. Bu halda onun savabı böyüyür. Yəni, mümin bu şeylərə tam təslimçilik bildirdikdə, bu şeylərdə onun savabı böyüyür. Sonra imamımız Nəcməddin Tufi Şərh-ül Ravd əsərində buyurur. Ona irad bildirirlər. Vakit kəlməsi Allah kəlməsindən sonra qoyulmasın. Eyni ilə həmin iraddır. Və bildirir. Və təqriruh. Ənə lə nusəllimu bə'də mə zəkərtumuh. İz lə bu'də fi ən yətəəbbəd Allahu Teala ibadəhu bi inzəli kitabihi amələn və imanən. Bi ən yunziləhu muhkəmən yətəəbbəduhum bil aməli bih. Və mütəşəbihən yətəəbbəduhum bil imani bih. بأن ينزله محكما يتعبدهم بالعمل به ومتشابها يتعبدهم بالإيمان به تسوية بين الأبدان والنفوس في التعب والتكليف لأن التكليف إلزام ما فيه مشقة كما سبق فالمشقة على الأبدان بما تعانيه من حركات التكليف ونحوها كالصلاة والحج والجهاد ومشقة النفوس والعقول بما تعانيه من التصديق بما لا يدركه وهو أعظم المشقتين كما بينته في القواعد الصغرى ولهذا قدم الله تعالى المؤمنين بالغيب في قوله تعالى الذين يؤمنون بالغيب ويقيمون الصلاة وأيضا فإن التكليف عملي واعتقادي ثم العملي منه معقول ومنه غير معقول كالوضوء والغسل وأشباههما وأفعال الحج من رمل واطباء وتجرد ونحوه فما المانع أن يكون التكليف الاعتقادي أيضا مشتملا على ما يفهم وما لا يفهم مع أن ذلك أجدر بحصول فائدة التكليف وهي تبين المطيع من العاصي. Nəcməddin Tufi nə buyurur? Məsələni bəyan edir. Qeyd etdiyiniz bu şeylərlə razı deyilik. Çünki uca Allahın qullarına kitabı əməl və iman olaraq indirməsi ilə yanaşı, əməl üçün möhkəm olanı indirməsi, yəni Allah Teala möhkəmi indirib ki, biz ona əməl edək. Həmçinin iman etmək üçün isə mütəşabihi indirməsi və qullarına bu şəkildə ona ibadət eləmələri, yəni Allah Teala mütəşabihi indirir və qullarından ona iman etməsini istəyir. Bu da onların bir ibadətidir, mücərrəd iman etməsi. İstəməsi, heç də Nəcməddin Tufi deyir ki, Allahın bu cür etməsi, möhkəmləri indirib, onu da əməl etməyimiz, həm iman gətirib, həm əməl etməyimiz, mütəşabihləri indirib, onlara sadəcə iman gətirməklə Allaha ibadət etməyimiz uzaq ehtimal deyil. Bununla da onların canların nəfsləri yorğunluq və mükəlləfiyyət yönündən bərabər olacaq. Çünki mükəlləfiyyət məşəqqəti şamil edən şeylərlə ilzam etməkdir. Bədənlərdə olan məşəqqət onların mükəlləfiyyət öhdəçiliklərini və buna bənzər şeyləri yerinə yetirmələri ilə
əziyyət çəkmələridir. Yəni bilirik ki, ümumiyyətlə Allah Taala'nın bizə verdiyi şəriətdə müəyyən bir məşəqqət var. Yəni insanın namaz qılmağında, oruç tutmağında bunlar hamısı məşəqqətli şeylərdir əslində. Yəni biz deyə bilmərik bunlar hamısı asan əməllərdir. Allah Taala bəzən bu şeylərdə bizim məşəqqət göstərməyimizi istəyib, yəni çətinliyə düşməyimizi istəyib. Bunlar nəyə misal verib? Namaz, həcc, cihad və buna misaldır. Yəni kimi əməllər buna misaldır. Nəfslərin və ağılların məşəqqəti isə dərk etmədikləri şeyləri təsdiq etməkdə əziyyət çəkmələridir. Yəni deyir, məsəl üçün Allah Taala elə şeylər indirir ki, biz onu dərk etmirik. Onların da çətinliyi, məşəqqəti nədir? Yəni dərk etmədikləri şeylərə iman gətirirlər. Yəni təslim olurlar. Bu da bir məşəqqətdir. Necə ki insan zahiri əməlləri ilə məşəqqətə varır, Allaha ibadət etdiyi də. Elə də daxili imanı ilə bilmədiyi şeylərə iman gətirir, o da bir məşəqqətdir. Çünki bəzən şeytan gəlir, nə üçün məşəqqətdir? Çünki şeytan bəzi şeylərdə insana vəsvəsələr gətirir istər-istəməz. Amma insan nə edir? Öz təslimçiliyini Allah Taala'ya qoruyur. Bu isə iki məşəqqət içində ən çətin olanıdır. Bunu Əl-Qavaid-i Suğra kitabında bəyan etmişəm artıq. Bu səbəbdən uca Allah qeybə iman edən möminləri önə çəkib öz kitabında buyurub. O kəslər ki, qeybə iman edir və namaz qılırlar. Bəqərə surəsi 3-cü ayə. Həmçinin mükəlləfiyyət əməli və etiqadı olur. Bunun ardından əməli mükəlləfiyyətin ağılla dərk ediləni və ağılla dərk edilməyəni var, bayaq dediyim kimi. Buna misal dəstəmaz, qüsul, həccin əməllərində gələn sürətlə yerimək və ehram paltarını bir çiyinə atmaq kimi əməllər və digərlərdir. Həqiqətən bu əməllərin biz belə səbəblərini bilmirik, qardaşlar. Peyğəmbər sallallahu əleyhi və səlləm bunu da bəyan etməyib bizə. Amma biz demirik ki, Allah Rasulunun səbəbini bilirdi, bilmirdi. Ümumiyyətlə biz belə şeylərə dalmırıq. Biz tam təslimçilik göstəririk. Allah Rasulü bizə bəyan edib, bəyan etdiyi, bəyan etmədiyi şeyləri hər bir şeyinə təfsilatlı şəkildə bəyan etmədiyi şeylərə iman gətirdik və təslimçilik göstəririk. Belə olan halda etiqadi mükəlləfiyyətin anlaşılan və anlaşılmayan şeyləri şamil etməsinə əngəl olan nədir? Yəni belə olduqda nə üçün fiqhdə belə qapalılıq gələ bilirsə, etiqadda nəyə görə yəni anlaşılmayan şeylər gəlib? Biz buna iman gətirmişik. Yəni bəyan edilməyib bizə. Halbuki bu hal mükəlləfiyyət faydasının hasıl olması üçün daha münasibdir. Çünki bu şey əslində etiqadda bunun gəlməsi nə edir? Asini itaatkardan ayırır. Çünki bu itaatkarı günahkardan ayırır. Nəcməddin Tufinin sözüdür. Bizim məsələnin böyük imamlarındandır. Sonra nəqillər çoxdur. Mən birini də oxuyacağım. İbn Qudam Əl-Həmbəlidən. O da Təhrimun Nəzər fi Qutubul Kələm kitabındadır. İbn Qudam Əl-Həmbəli buyurur. فَإِنَّهُ لَا حَاجَةَ لَنَا إِلَى عِلْمِ مَا أَرَادَ اللَّهُ تَعَالَى مِنْ صِفَاتِهِ جَلَّ وَعَزٍ فَإِنَّهُ لَا يُرَادُ مِنْهَا عَمَلٌ وَلَا يَتَعَلَّقُ بِهَا تَكْلِيفٌ سِوَى الْإِيمَانُ بِهَا وَيُمْكِنُ الْإِيمَانُ بِهَا مِنْ غَيْرِ عِلْمِ مَعْنَاهَا. Yəni İbn Qudamə nə buyurur? Buyurur ki, bizim uca Allahın öz sifətlərindən qəsd etdiyi mənaları bilməyə ehtiyacımız yoxdur. Çünki bu işdə bir əməl qəsd edilmir. Mən dediyim kimi. Yəni bu əməl bizim üzərimizə qoyulan öhdəçiliklərlə bağlı deyil. Yəni namaz kimi, oruç kimi, misal həcc kimi, zəkat kimi ki, yəni bizə bəyan edilməsin, amma biz sorumlu tutulaq ondan. Yəni təsəvvür edilə bilərmi? Biz sorumlu tutuluruq bir əməldən. Amma əməlin necə ediləcəyi, necə iman gətiriləcəyi bizdən gizlədilib. Düzdürmü? Və nə deyilir burada? Çünki bu işdə bir əməl qəsd edilmir, bayaq dediyim kimi. Və burada ona iman etməkdən savayı heç bir mükəlləfiyyət yoxdur. Yəni bizim mükəlləfiyyətimiz, yəni bizim üzərimizə düşən vacib ona iman gətirməkdir. Əslində onun mənasını bilmədən ona iman etmək mümkündür. Bu yəni etiqad alimlərimizin bir neçəsinin yanaşmasını oxudum. Yəni dediyim kimi biz cahil şəkildə elmə baş vuran insanların sözlərinə yox, həqiqətən sələfin məzhəbini, İmam Əhmədin məzhəbini bizə çatdıran elm alimlərin yoluna tabi olmalıyıq. Və sonra biz keçən dərslərimizdə yadınızdadırsa, məsələn İbn Ləhəmdən bir nəql oxumuşduq üsulda. İbn Ləhəm rahimehullah nə deyir? Deyir Quran-ı Kərimdə alimlərin ittifaqı ilə mənası olmayan ayələr yoxdur. Yəni bütün ayələrin mənası var. Amma Quran-ı Kərimdə nə var? Elə kəlmələr var ki, onların mənası yalnız Allah bilir. Biz ləfzlərdən danışırıq. Yəni zaten bütün ayələrdən dediyimiz ki, keçən dərsimizdə danışdığımız kimi fayda hasıl olur. Sadəcə bizə qapalı qalan nədir? Həmin ləfzlərdə gələn Allahu Teala'nın xəbəri sifətlərinin mənasıdır. Misal olaraq Məcduddin İbn Teymiyyə babası rahimehullah El-Musavvada kitabında buyurur. Yecuzu en yeştemilel Kur'an ala ma la yufhamu ma'nahu indana. Bizim qatımızda Quranın mənası anlaşılmayan şeyləri özündə şamil etməsi icazəlidir. Yəni bu üsul olaraq belədir, bəyan edilir. Başqa bir alimimiz İbn Muflih El-Usul kitabında buyurur. Və fihi ma la yefhamu ma'nahu illallahu ində əshabina və cumhuril uləmə və qaləhu Əbu Tayyib Tabari
Əş-Şəfi'i. Bizim əshabımız o cümhur alimləri qatında Quran-ı Kərimdə mənasını yalnız Allahın bildiyi şeylər vardır. Bəyan edir. Məsələnin üsulunu bəyan edir. Yalnız Allahın bildiyi şeylər vardır. Xüsusən, yəni, keçən dərsdə dedim, İbn Muflihin yazdığı üsul kitabı bizim məzhəbdə ən önəmli yazılan üsul kitablarından biridir. Həmçinin İbn Nəccar Əl-Futuhi Muxtasar Təhrir əsərində, kitabında buyurur. وَلَيْسَ فِيهِ مَا لَا مَعْنَ لَهُ وَلَا مَعْنِيٌّ بِهِ غَيْرُ ظَاهِرِهِ إِلَّا بِدَلِيلٍ وَفِيهِ مَا لَا يَعْلَمُ تَأْوِيلَهُ إِلَّا اللّٰهِ وَيَمْتَنِعُ دَوَامُ إِجْمَالِ مَا فِيهِ تَكْلِيفٍ. Görürsünüz necə gətirir, bildirir. Quranda mənasız, ha belə dəlilsiz olaraq öz zahirindən çıxarılan məna yoxdur. Yəni, Quran-ı Kərimdə ümumiyyətlə ayələrin hamısının mənası var. Eyni şeyləri deyirlər. Ancaq orada açıqlamasında yalnız uca Allahın bildiyi şeylər var. Dediyimiz kimi. İndi sonra nəyi bəyan edir? Deyir ki, mükəlləfiyyət ilə bağlı olan şeylərdə isə yığcanlığın davamlı gəlməsi mümkünsüzdür. Yəni, dediyim məsələdir. Əgər bir əməl ki, bir şeylər ki, bizim mükəlləfiyyət əhkamları ilə bağlıdır, yəni namazımızla, orucumuzla, belə bir şeydə davamlılığın, qapalılığın davamlı olması mümkünsüzdür. Mütləqdir ki, təsəvvür edilən bir şey deyil. Yəni, bu bizə bəyan edilməlidir və bəyan edilib şəriət tərəfindən. İndi isə mən o gələn sual verilib. Deyir ki, Allah Rasulü sallallahu aleyhi ve sellem bunun mənasını bilirdi, bilmirdi. Və biz də, bizim qardaşlar da bunu dəfələrlə səsləndiriblər. Biz də eyni cavabı, düzdür, bu misalı bizə çəkmək xoş olmasa da, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem haqqında bəzən biz rədd yönündən bunu bildiririk. Yəni, rədd yönündən bunu bildiririk, məsələləri bəyan edirik. Biz də eyni ilə sual veririk. Peyğəmbər sallallahu aleyhi ve sellem Allahın sifətlərinin keyfiyyətini bilirdi, bilmirdi. Əgər desəz ki, bilmirdi, o zaman biz də sizin üsulunuza tabi olaraq deməliyik ki, Allah Rasulü sallallahu aleyhi ve sellem cahildir. Düzdürmü? Əgər sizin üsulunuza tabi olaraq günah ittiham etməliyik. Yox, əgər desəz ki, bilirdi, o zaman sizdən soruşacağıq ki, nə üçün bəyan etməyi? Yox, əgər çünki bu məsələdə Quran və sünnətdə açıq bir bəyan yoxdur. Əgər desəz ki, yox, sizlərdən əgər kimsə özünü ağıllı zənn edərək bildirərsə ki, yox, sələf imamları fətvalarında bildiriblər ki, keyfiyyəti nəhy ediblər. Biz də eyni ilə qarşılıq olaraq bildirəcəyik ki, və dərslərimizdə oxumuşuq ki, İmam Əhməddən açıq sözlər oxumuşuq, onlar mənanı da Allaha həvalə edirlər. Eyni ilə. Mənanı da, keyfiyyəti də Allaha həvalə edirlər. Və Allah Teala'dan umuram ki, bizi müvəffəq etsin. Yəni, bizə də, müqabilimizdə olan insanlara da haqqı haqq olaraq göstərsin, ondan möhkəm yapışaq. Batılı batıl olaraq göstərsin, ondan uzaq duraq. İnşallah gələn dərs qaldığımız yerdən davam edəcəm. Vəlhamdülillahi Rabbil aləmin.